bürcü 14 aprel 2026-cı il. Gün sizin üçün çox uğurlu keçəcək. Səhərdən öz gücünə inam hiss edəcək və istənilən işin öhdəsindən gələ biləcəyinizi anlayacaqsınız. Siz sürətli, dəqiq və səmərəli hərəkət edəcəksiniz. Həmkarlar üçün çətin görünən məsələləri isə asanlıqla həll edəcəksiniz. Rəhbərlik və ətrafınızdakılar sizin bacarığınızı və peşəkarlığınızı mütləq qiymətləndirəcək. Buna görə təşəbbüs göstərməkdən və məsuliyyət götürməkdən çəkinməyin. Əgər uzun müddətdir keçmiş tanışlarla, həmkarlarla və ya sizə peşəkar baxımdan faydalı ola biləcək insanlarla əlaqə saxlamaq istəyirdinizsə, günün birinci yarısı bunun üçün çox uyğundur. Yeni tanışlıqlar qurmaq imkanını da qaçırmayın. Onlar çox perspektivli olacaq. Buğa bürcü 14 aprel 2026-cı il. Bu gün sizdən səbir və işlərə ciddi yanaşma tələb edəcək, lakin əvəzində çox dəyərli nəticələr verə bilər. Qarşıda gələcək hadisələrin gedişinə təsir edəcək qərarlar qəbul etməli olacaqsınız və buna məsuliyyətlə yanaşmaq vacibdir. Tələsməyin, çaşqınlıq yaratmayın və başqalarının sizi çaşdırmasına imkan verməyin. Başqalarının məsləhətlərindən çox öz intuisiyanıza və sağlam düşüncənizə güvənmək daha doğru olacaq. İşdə bəzi çətinliklər yarana bilər, amma onlar sizin üçün ciddi maneəyə çevrilməyəcək. Topladığınız bilik və təcrübə düzgün istiqaməti tez tapmağa kömək edəcək. Tapşırıq əvvəlcə mürəkkəb görünsə də onun mahiyyətinə sakitcə yanaşdıqda çıxış yolu özü aydın olacaq. Əkizlər bürcü 14 aprel 2026-cı il. Sizi əlverişli bir gün gözləyir. Təşəbbüs göstərin və başqalarının işə başlamasını gözləməyin. Son vaxtlar sizi narahat edən, demək olar ki, həll olunmaz görünən məsələlərdə müsbət dəyişikliklər əldə edə bilərsiniz. Bu işlərə ciddi yanaşdıq. Hər şeyin nə qədər tez düzəlməyə başladığını özünüz də təcrübələnəcəksiniz. Siz həmkarlar, rəhbərlik və iş ortaqları ilə asanlıqla ortaq dil tapacaqsınız. Hətta yaxın vaxtlara qədər sizə rəqib olan insanlar belə bu gün sizin tərəfinizə keçə bilər. Buna təəccüblənməyin. Sadəcə öz inamınız və açıq davranışınız insanlara müsbət təsir edir. Xərçəng bürcü 14 aprel 2026-cı il. Səhər sizdən xüsusi ehtiyatlıq tələb edəcək. Sakit qalmaq, vəziyyəti düzgün qiymətləndirmək çətin ola bilər. Tələsik verilən qərarlar səhv nəticələrə gətirib çıxara bilər. Buna görə vacib addımlarda tələsməməyə çalışın. Sizə təsir göstərmək istəyən insanlar ola bilər. Buna görə şübhəli görünən qərarlar qarşısında fasilə verin. Zaman keçdikcə vəziyyət yaxşılaşacaq. Özünüzə inam və sakitlik geri qayıdacaq. Səhər qarışıq və narahat edici görünən məsələlər günün ikinci yarısında daha aydın görünəcək. Şir bürcü 14 aprel 2026-cı il. Bugün sizə çoxlu maraqlı imkanlar açacaq. Çalışın heç birini qaçırmayasınız. Bir çox iş uğurlu alınacaq və bunu vacib məqsədlərə çatmaq üçün istifadə etmək lazımdır. Pul daxil olmaları mümkündür və bəlkə də uzun müddətdir gözlədiyiniz maliyyə məsələləri həll olunacaq. Əgər müqavilə bağlamaq, maliyyə mövzularını müzakirə etmək və ya böyük alış etmək planınız varsa, bugün bunu etmək üçün uyğundur. Qız bürcü 14 aprel 2026-cı il. Gün xoş və məhsuldar keçəcək. Günün birinci yarısında iş məsələlərinin həlli üçün çox əlverişlidir. Hətta əvvəllər çətin görünən tapşırıqları belə asanlıqla yerinə yetirəcəksiniz. Son günlərdə həll edə bilmədiyiniz məsələlər bugün sizin qətiyyətiniz və çevikliyiniz qarşısında geri çəkiləcək. Qeyri-adi və orijinal ideyalarınız uğurlu olacaq və hətta yenilikdən çəkilən insanlar belə onları bəyənəcəklər. Günün ortasında daha sakit işlərə keçmək faydalı olacaq. Sənədləri və cari işləri qaydaya salmaq üçün münasib zamandır. Vacib məsələləri həll etdikdən sonra uzun müddətli planlar qurmağa başlaya bilərsiniz. Tərəzi bürcü 14 aprel 2026-cı il. Bugün asan və proqnozlaşdırılan olmayacaq, lakin məhz bu səbəbdən dəyərlidir. Siz mütləq uğur qazanacaqsınız, amma bunun üçün adət etdiyiniz üsullar işləməyə bilər. Vəziyyət sizdən çeviklik və yeni yanaşmalar tələb edəcək. Ola bilsin ki, qeyri-adi bir işi üzərinə götürməli və ya əvvəllər çox cəsarətlə hesab etdiyiniz bir qərarı qəbul etməli olasınız. Bu işlərdə tək qalmayacaqsınız. Dostlar və etibarlı həmkarlar sizə dəstək olacaq və onların köməyi ilə düzgün qərarlar qəbul edəcəksiniz. Əqrəb bürcü 14 aprel 2026-cı il. Bugün sizə çoxlu sevinç səbəbi gətirəcək. Qətiyyət və israrlılıq səviyyəsində əvvəllər çətin görünən və ya riskli görünən işlərin öhdəsindən gələcəksiniz. Böyük layihələrə başlamaqdan və cəsarətli ideyaları irəli sürməkdən çəkinməyin. Bunun üçün ən uyğun zamandır. Peşəkar sahədə müsbət təsirlər çox güclü olacaq. Əgər uzun müddətdir yeni vəzifə və ya karyera yüksəlişi barədə düşünürdünüzsə, bugün bunun üçün addım atmaq lazımdır. Rəhbərlik və həmkarlar sizin təşəbbüskarlığınızı yüksək qiymətləndirəcək. Ox atan bürcü 14 aprel 2026-cı il. Gün çətin olsa da ümidsiz deyil. Səhər saatlarında emosiyalar bəzən sağlam düşüncəni üstələyəcək. Siz kiminsə sözünə həddindən artıq kəskin reaksiya verə və ya tələsik qərarlar qəbul edə bilərsiniz. Xüsusilə iş məsələlərində diqqətli olun. Bir neçə dəqiqə düşünmək sizi səhvlərdən qoruyacaq. Əgər günün əvvəlində səhv etsəniz belə, onu tez qəbul edib düzəltmək bacarığınız olacaq. Həmkarlar və tərəfdaşlar bu yanaşmanı qiymətləndirəcək və nüfuzunuza zərər dəyməyəcək.
Oğlak bürcü 14 aprel 2026-cı il uğurlu gündür. Səhərdən ilham və düşüncə aydınlığı hiss edəcəksiniz. Başınıza gələn ideyalar yalnız xəyali deyil, həm də praktik olacaq və onları dərhal tətbiq etmək mümkün olacaq. Həmkarlar və tərəfdaşlar sizə kömək etməyə hazır olacaq və bu əməkdaşlıq yaxşı nəticələr verəcək. Lakin günün ortasına doğru vəziyyət bir qədər dəyişə bilər. Narahatlıq yaradan xəbərlər ala bilərsiniz. Tələsməyin və dərhal nəticə çıxarmayın. Vəziyyəti diqqətlə analiz etdikdə hər şeyin düşündüyünüz qədər ciddi olmadığını görəcəksiniz. Dolça bürcü 14 aprel 2026-cı il. Günün başlanğıcı daha asan olmayacaq. Xırda anlaşılmazlıqlar və planlarda dəyişikliklər mümkündür. Əvvəlcədən düşündüyünüz işlər plan üzrə getməyə bilər. Buna görə də elastik davranmaq, vəziyyətə uyğunlaşmaq vacibdir. Bu bacarıq sizə günün birinci yarısında çox kömək edəcək. İş məsələlərində ehtiyatlı olun. Vacib sənədləri imzalamağa, maliyyə qərarları qəbul etməyə tələsməyin. Pulu ilə bağlı qərarları yalnız hərtərəfli düşündükdən sonra verin. Balıqlar bürcü 14 aprel 2026-cı il. Bugün sizdən səbir və dözümlülük tələb edəcək. Səhərdən etibarən adi işlərin belə daha çox vaxt və enerji tələb etdiyini hiss edəcəksiniz. Tələsməyin, ən vacib işlərə fokuslanın və onları ardıcıl şəkildə yerinə yetirin. Hər şeyi eyni anda etməyə çalışmaq yalnız gərginliyi artıracaq və səhvlərə səbəb olacaq. Xoş olmayan görüşlər mümkündür. Bəzi balıqlar uzaq durmaq istədikləri insanlarla ünsiyyət qurmalı olacaqlar. Əsəbləşməyə imkan verməyin. Sakit və nəzakətli olun. Bu halda ən çətin söhbət belə problemsiz başa çatacaq.